Son zamanlar mövsümi viruslar sırasında qızılca xəstəliyi aktualdır. Belə ki, uşaqlarda qızılcaya tutulma sayında artım müşahidə olunub. Bəs bu xəstəliyin əlamətləri nələrdir? Xüsusilə azyaşlılar arasında yayılan qızılca, hərarət, quru öskürək, halsızlıq, baş ağrısı və digər əlamətlərlə özünü büruzə verir. Ağız boşluğunda, yanağın iç tərəfində xırda nöqtəvari səpgilər, koplik ləkələri. Bu da filatop koplik ləkələri deyilir. Bu qızılcanın patogenomik əlamətidir. Gözdə qızarmalar olur, işığa həssaslıq əmələ gəlir. 4-5 gündən sonra səpgilər artıq üzdən başlayaraq bütün aşağıya doğru yayılaraq, deməli, ləkə papulyoz formada səpgilərlə əhatə olunur. Qızılca hava damcı yolu ilə keçən virus infeksiyasıdır. Yayılma səbəbi isə əsasən peyvənddən imtina ilə əlaqələndirilir. Bu xəstəlikdən qorunmağın ən optimal variantı təbii ki, peyvəndlənmədir. Peyvəndlənmə həftəsi çərçivəsində uşaqlara qızılcaya qarşı QPM peyvəndi vurulur. Biri olur 1 yaşında, digəri olur 6 yaşında. Bu peyvəndləməni 2 doz aldıqda demək olar ki, 95-97% uşaqlarda bəzən hətta ömürlük immunitet yarana bilər. Uşaq xəstəliyi kimi qəbul edilsə də, qızılcaya hər yaşda yoluxma halları müşahidə edilir. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10-12 gün sonra başlayır və bir həftədən çox davam edir. Bütün sahələr sanitar müalicə işi aparılır, bütün uşaqlar peyvəndə cəlb olunur. Bu uşağa birinci doz QPM peyvəndi olunacaq. QPM qızılca peyvəndi, qızılca məxmərək, paratit qulaq tipi xəstəliklərdən qoruyur. Ümumiyyətlə, peyvəndlər uşaqları bütün yoluxucu xəstəliklərdən qoruyur. Yoluxma halları baş verdikdə isə vaksinasiya olunanlar istənilən infeksiyon xəstəliyi daha yüngül keçirirlər. Çünki peyvənd immun sistemini zərərli virusları tanımağa və onlarla mübarizə aparmağa öyrədərək bədəni müdafiə edir. Nigar Babayeva, Emin Tağıyev, Telesər.